Elə endirimlər var ki, bunları paylaşmasam olmaz. Kalenk ayaqların qiymətinə baxa bilərsiniz. 7 manat 77 qəpik Çobanski mağazalarda 9.50-dən aşağı deyil. Kalenk ayağı 1 kiloqramlıq 9.30-dan 7.77-yə düşübdür. Sonra burada Holland pendiri var, Twister, hansı ki 37% endirimlə 16 manatdan 9 manat 99 qəpiyə düşür. Agentlər qiymətləri sındırır. Araz Marketin bütün filiallarında möhtəşəm aksiyaya start verilir. 9 oktyabrdan 22 oktyabr tarixinə. Videoları izlərkən bəyənib səhifəmizə abunə olmayı unutmayın ki, bu kimi paylaşımları qaçırmayasınız. Saratovski margarin yağı 3 manat 99 qəpiyə düşür 5 manat 50 qəpikdən. Bu səfərki videoya yağlardan başlamaq istəyirəm. Yağlarda möhtəşəm endirimlər var. Kalenk ayağı 7.77-dir, Saratovski 3.99-dur, Rasiyan yağları var 5 manat 77 qəpiyə düşür, Brinkin Lugla var 4 manat 77 qəpikdir. Maloçnin Mir kər yağının qiyməti 19.99, Südçü kər yağının qiyməti 15.99, Çağlaq kər yağının qiyməti 21 manat 99 qəpikdən 17.99-a düşüb. Hətta tədayi yağının qiyməti isə 14.99. Degah yağının qiyməti 14 manat 99 qəpiyə düşüb, 24% endirimlə 19 manat 95 qəpikdir. Tac kər yağının qiyməti 13 manat 99 qəpik. Yağlarda endirimlər çoxdur. Sonra burada nə göstərə bilərəm sizə? Baxın, şinyat qablağı var, hansı ki 50% yarı qiymətə düşüb 9.95-dən 4 manat 99 qəpiyə. Saxlama qablarında qəşəng endirimlər var. 35% endirim, 50% endirim, yarı qiymət. Sonra burada keramik qablar görürəm, hansı ki 3.99-dan 2 manat 49 qəpiyə düşübdür. 38% endirimlə. Saska kalbasalarda möhtəşəm endirimlər var. Bütün saska kalbasalarda mən deyərdim. Bax, halalda da endirimlədir. Hamısı halalda. Sonra ovçular endirimlədir, Roskolar endirimlədir. Sonra burada Çaliçanalar var, endirimdədir. Cənnət kalbasaları endirimdədir. Açıq deyim, şəxsən mən evə alanda min bərəkət halal niməti məhsullarını alırım. İstər süd məmulatlar olsun, smetana olsun, xamması olsun, saçalı pendirili olsun. Baxın, halal nimət kalbasa gördüyünüz kimi 11 manat, hətta 77 qəpiyə düşübdür. 15 manat 90 qəpikdən. Alanda həmişə fikir verin, üzərində min bərəkət halal nimətin qalaqraması olan məhsullar almağınızı məsləhət bilirəm. Dadına söz ola bilməz. Servlatlarıdır, kapçonlarıdır. Limonatlar. Limonatlara baxa bilərsiniz. 99 qəpiyə düşübdür 1 manat 50 qəpikdən. Bruto chipslərin qiyməti 2 manat 85 qəpikdən 1 manat 99 qəpiyə düşüb. Leysin qiyməti 3.49-dan 2 manat 99 qəpiyə düşüb. Arazda endirimlər çoxdur. Bura mağazanın Sumqayıtda Şərq bazarında yerləşən filialıdır. Lakin burada göstərdiyim kampaniyalar bütün arazlarda keçərlidir. 2 kiloqramlıq bizim talaq yağ turşusunun qiyməti 9.50-dən 4 manat 69 qəpiyə düşübdür 51% endirimlə. Mən deyərdim ki, 51% endirim tan yarı qiymətədir. Maestro malakolları 1 manat 77 qəpiyə düşübdür. Bizim süfrə mayonezi 3 manat 99 qəpiyə düşüb 40% endirimdədir. Aha, bunu demək şaşlı içinsi də, tamaqlısı da və acılısı da. Hər üçü də eyni qiymətə düşübdür. 1.40-dan 99 qəpiyə düşüb Araz marketdə. Adətən sual verir ki, bəs burada göstərdiyim kampaniyalar, nə bilim, Qaraçuxurda, nə bilim, Əhmədlidəki arazlara keçərlidir, əzizlərim. Fərqi yoxdur. Burada göstərdiyim endirimlər, kampaniyalar bütün Araz marketlərdə keçərlidir. 12.50-yə satılan Divo qağdalı yağı 7.99-a düşübdür. Bismaq unu 1 kiloqramlıq 99 qəpiyə düşüb 1 manat 63 qəpikdən. Sonra düylər var, bura Maestro düyləri 1 kilo 750 qramlıq 7 manat 99 qəpikdə Araz marketdə. Sonra burada nə hansı düyüdür bu belə? 4.95-ə satılan Besta düyüsü 3 manat 99 qəpiyə düşüb Araz marketdə. Burada qəşəng makaron var, hansı İtaliya makaronudur, çox qəşəng makarondur. Pramlus. Qiyməti 3 manat 90 qəpikdən 1 manat 89 qəpiyə düşübdür. 52% endirimli. Hətta yarı qiymətdən də o tərəfə həqiqətən möhtəşəm endirimli. Azərçay 6.85-dən 5 manat 77 qəpiyə düşübdür. Zatya yağı 6 manatdan 4 manat 77 qəpiyə düşüb. 2 litrlik Zatya yağı isə 6.99. Çokopan qiymətinə baxın, 3 manat 77 qəpiyə düşübdür. 5.39-dan. Gəzin mağazalara baxın, görün hansı mağazada var axı bu qiymət. Sonra sport piçenləri 77 qəpiyə düşübdür. Burada 36% endirimlə düşən Slavyankanın bu cür konfetləri var. Tondilər endirimlədir 6.99. 26% endirimlə endirimə düşübdür. Sonra şölənlər endirimlədir, hansı ki 11 manat 99 qəpiyə düşüb 22 manatdan hər iki çeşidi şokoladlardır 46% endirimlədir. Ümumiyyətlə konfet bölməsində endirimlər həddindən artıq çoxdur. Hətta burada Snickers Marslarının qiymətini göstərəcəm sizə, şok olacaqsınız. Steplərdir, Slavyankalardır, Snickersdir, Marsdır, Bounty'dir, hamısında möhtəşəm endirimlər var. Baxın, 12 manata satılan Sibelkalar düşübdür 6.99-a. 7 manata satılan tortların qiyməti 3 manat 99 qəpiyə düşübdür. 6 manat satanlar isə 4.99-a. Fareti tortları isə 2 manat 99 qəpiyə. Albenilər 13 manat 77 qəpiyə düşüb 19 manat 99 qəpikdən. Bayaqda qeyd etdiyim kimi Marsdır, Bounty'dir, sonra Snickers'dir. Bunlar hamısı tək qiymət 18 manat 77 qəpiyə düşübdür. 29 manat 99 qəpikdən Araz marketdə və konfetlərə həddindən artıq endirim çoxdur. Hətta Milky Way'lər də endirimdədir. Hətta Marslar da 18 manat 77 qəpiyə düşübdür. Barnilərin qiyməti 2 manat 99 qəpiyə
düşübdür 4.55-dən. Slavdok vafillərin qiyməti 1.77-dir. Çokomakın qiyməti 1 manat 99 qəpik. 230 qramlıq çokopayların qiyməti 2 manat 49 qəpik düşüb Araz marketdə. Şah Gold çayı 3 manat 99 qəpik düşüb 200 qram çəkisidir. Selpaklar 3 qat 32 rulon 44.60-dan 15.99-a düşübdür. Sonra burada Blom maya sabunları var 1.99. Pervulların qiyməti 8.54-dən 5 manat 77 qəpiyə düşüb. Rexonalara baxa bilərsiniz. Görün nə qədər fərq var qiymətləri. 7.39 hara, 3.77 hara. Demiyorlar yarı qiymətədir. Mən deyərəm yarı qiymətə düşüb. Əzizlərim mənim, endirimlər çoxdur. Videoları izlərkən bəyənib səhifəmizə abunə olmayı unutmayın. İnanın mənə saatlarla videolar çəkə bilərik. Burada olan möhtəşəm endirimləri. Bir sözlə möhtəşəm kampaniyadır. Araz Market'in bütün filiallarında bu kampanya keçərlidir. Bura Araz Market'in Sumqayıtda Şərq bazarında yerləşən böyük filialıdır. Bəzən kommentarlarda yazılır ki, nə bilim Əhmədlidəki, Sumqayıtdakı, Suraxandakı fərqi yoxdur. Digər arazlarda bu endirimlər, bu kampanyalar varmı? Getsə faydalana bilərikmi? Bəli əziz dostlarımız, fərqi yoxdur. Hansı araz sizə yaxındırsa, yaxınlaşıb həmin Araz Marketdən bu endirimlərdən faydalana bilərsiniz. 9 oktyabrdan start verən bu möhtəşəm kampaniya, möhtəşəm aksiya 22 oktyabr tarixinə dəkdir. Ərzaqdan qeyri-ərzaq bölmələrinə qədər möhtəşəm kampaniyalar var. Endirimləri qaçırmamaq üçün səhifəmizi izlərkən, videoları izlərkən bəyənib kanala abunə olsa şad olaraq. Saatlarla videolar çəksək, burada olan endirimləri hamısını təbii ki göstərə bilmərik. Çünki endirimlər həddindən artıq çoxdur. İstər ərzaqda, istər qeyri-ərzaq bölməsində.